Fəxrinin neçə yaşı var? Fəxrinin 19 yaşı. 19 yaşı var. Siz hardan gəlmisiniz? Quba rayonu Alpan kəndi. Aha, Quba rayonu Alpan kəndindən. Fəxriyə biz müalicəyə başlamışıq 10-cu ayda. Düzdür? Fəxri əvvəl necə idi, indi necədir? Əvvəlkindən çox gözəl yaxşılaşıb. Çünki müalicəsidir. Əvvəl necə idi? Əvvəl çox əsəbi idi, gərgin idi, çox ağlaması var idi. Fəxrinin ona nisbətən indi çox yaxşıdır. Daha gözəldir. Aha, evdə aqressivlik Var idi, hə doktor. var idi. Sonra qeyri-iradi hərəkətləri var idi. Var idi. İnşallah yaxşıdır. Müalicəsi çox gözəl. Yaxşıdır. Ay Fəxri, necəsən? Heç nə? Dediniz ki, danışmağı da yaxşılaşıb. Anlaması necə? Anlaması da yaxşıdır. Biraz fərq var. Biraz fərq var, hə. Hə, yaxşı. Mən dediklərimi siz hər gün ona deyin, öyrənsin. Hər gün təkrar edin. Təkrar eləyin, hə, öyrənəcək. Yaxşı. Oldu. Sizin sayənizdə. Bir də ki, yəni belə deyim də, burada öz xəstəliyi bir ayrı, xəstəlik deməyək, sindromu, Down sindromu bir ayrı, amma o yanaşı şikayətlərində yoluna qoymağa çalışırıq. İnşallah. İnşallah.